Hər tezdəndən maşın bir neçə dəfəyə xoda düşür. Zapravkada mühərrik sönür və yaxud da benzin vurulandan sonra gec xodlanmağın səbəbi nədir? Salam əleykum, xoş gəlmisiniz. Maşın sahibi yanımıza yaxınlaşıb və P0172 səhvini də verir. Bəli, o səhv birbaşa belə verməli deyil. Burada Podati Toplivadan şikayət eləyir. Parov Toplivadan şikayət eləməlidir. 0443 səhvini verməlidir bu maşın əslində. Bunu da verə bilər. Xalistoya Buratdan şikayət eləyir. Maşın sahibinin özündən eşidir. Qardaş, şikayətin nədir? Şikayətim odur ki, səhər xodlayanda bəzən maşın tez-tez sönmək istəyir. Səhər xodlayanda bəzən tez-tez sönmək istəyir. Sönmək istəyir və yaxud da ki, bir balaca evin qabağından keçib qalxanda, yəni evin qabağında maili olan yerdə istəyir sönə. Yəni soğuq motora bunlar baş verir. Ən çox soğuq motora baş verir. Bəli. Və zapravkada da belə problemlər olur. Bir neçə dəfə olur. İstəyirsiniz birlikdə araşdıraq, aşkarlayaq ki, probleminiz nədir? Eləyək. Bu gördüyünüz aparat illərdir bizdə var. Yəni bunu sizlərə dəfələrlə biz təqdim eləmişik. Hal-hazırda da bunun funksiyası nədir, onu sizə göstərirəm. Bu smoke test aparatıdır, tüst aparatıdır. Gördüyünüz kimi burada olan evap datikdir. Birbaşa yerləşir. Evapdan gedir söhbət. Buyurun. Baxın görün, evapın ağzından baxın. Bax tüstü kəsdi. Bax verdi. Və göstərirəm sizə ki, bu maşın bax buradan bu tüstünün çıxma səbəbi burada olan bu datik, bu sensordan gedir söhbət. Bunun adı evap datikdir. Yəni bu bakın içinə yığışan artıq qazı, artıq benzindən yaranan uqar ki, qaz yaranır ha. Onu birbaşa gəlib çıxartmaqda birbaşa vasitədir. Bunda da problem olur, bu açıq qalır. Açıq qaldığı təqdirdə nə olur, nə baş verir? Benzinə, bakın içinə yığışan qaz səhərə qədər oradan gələn qaz birbaşa bakdan gəliş, birbaşa gəlir, girir kameranın içindən, yəni Porsche'lərin başına, kollektorun içinə o qaz yığışır. Mühərrik də xodlananda artıq orada benzinin qazı olduğuna görə başlayır çaşbaş olmağa, mühərrik natamam işləməyə və zapravkaya biz girəndə zapravka pistoletdən ki, buradan benzin vururuq, istər istəməz buradan yanacaq vurulanda, baxın, buradan yanacaq vurulanda orada yaranan qaz çerez bakın vasitəsilə gəlir, həmənki qaydada oradan pramoy, bu datik onu saxlamalıdır, pramoy yenə də Porsche'nin başına, mühərriki xodlayanda mühərrik qalır çaş-baş. Bax, indi taxırıq bunları biz yerinə, buradan tüstü verəcəyik. Əslində, ola bilər ki, yoxlamamış eləyirəm bunu mən. Yəni, bundan əvvəlki videolarımızda, praktikamızda var. İndi bu maşında yoxlamamışam. Buradan gələn həmənki smoke test vasitəsi ilə gələn tüstü hardan çıxmalıdır? Bu, baxın, ağzından, qapağın ağzından bayrağa çıxmalıdır. İndi gözləyək, gəlib çıxacaq. Və, bu həmənki proses, baxın. Bax, gəlib buradan, bunun içindən çıxır. Oradan smoke testi verib, buradan gəlir çıxır. Yəni, klapan açıq qalır. Bunu sizə göstərmək istəyirəm.